Salam dostlar. Bugün biz ata ilə əlaqəli yuxuların mənalarını araşdıracaq. Yuxular həmişə insanları maraqlandıran bir mövzu olub. Onlar bilinçaltımızın bizə mesajlar göndərdiyi gizli bir dil kimidir. Bəzən yuxularımızda gördüklərimiz o qədər real olur ki, oyandıqdan sonra belə təsirindən çıxa bilmirik. Xüsusilə də yuxumuzda ən yaxınlarımızı, ailəmizi gördüyümüz zaman bu daha da qəliz bir hal alır. Bu videoda ən çox rast gəlinən ata ilə əlaqəli yuxuları və onların mümkün yozmalarını sizə təqdim edəcəyəm. Hazırsınızsa, başlayaq. Dostlar, gəlin etiraf edək ki, atamız bizim həyatımızda xüsusi bir yer tutur. Onlar bizim qəhrəmanımız, dəstəkçimizi, yol göstəricimizdir. Bəs yuxuda onları görmək nə məna daşıyır? Yuxuda ata görmək, ümumiyyətlə güvən və dəstək axtarışının bir göstəricisidir. Bu yuxu həyatınızda bir qoruma və rəhbərlik axtardığınızı göstərir. Ola bilsin ki, çətin bir dövr keçirirsiniz və bilinçaltınız sizə atanızın gücünü və müdrikliyini xatırladır. Əgər yuxuda atanız sizi qucaqlayırsa, bu onun sevgisini və dəstəyini hiss etdiyiniz anlamına gələ bilər. Bu cür yuxular həyatınızda doğru yolda olduğunuzu və atanızın sizinlə fəxr etdiyini göstərə bilər. Ancaq yuxuda atanızla aranızda məsafə varsa və ya o sizə əsəblidirsə, bu həyatınızda həll edilməmiş bəzi problemlərin olduğunu göstərə bilər. Ola bilsin ki, atanızla aranızda keçmişdən qalan bir küskünlük var və ya onun gözləntilərini qarşılaya bilmədiyinizdən narahat olursunuz. Unutmayın ki, yuxu yozmaları hər zaman dəqiq olmaya bilər. Ən doğrusu, yuxunuzu öz həyat təcrübənizlə əlaqələndirmək və özünüzə ən uyğun olan yozumu tapmaqdır. İndi isə biraz daha gərgin bir mövzudan danışaq. Yuxuda ata ilə dalaşmaq. Bu cür yuxular insanı olduqca narahat edə bilər. Ancaq qorxmayın, çünki bu həmişə pis bir şeyə işarə etmir. Yuxuda ata ilə dalaşmaq əslində daxili mübarizələrinizi və ziddiyyətlərinizi əks etdirə bilər. Ola bilsin ki, həyatınızda mühüm bir qərar verməyə çalışırsınız və bu qərar atanızın dəyərləri ilə ziddiyyət təşkil edir. Bu yuxu, həmçinin sizin özünüzlə olan mübarizənizi də simvolizə edə bilər. Bəlkə də özünüzü günahkar hiss edirsiniz və ya özünüzü bağışlaya bilmirsiniz. Atanızla olan mübahisə, əslində öz daxilinizdəki səslərin bir mübarizəsi ola bilər. Əgər yuxuda atanızla şiddətli bir mübahisə edirsinizsə, bu onunla olan əlaqənizdə həll edilməmiş bəzi problemlərin olduğunu göstərə bilər. Bu problemləri həll etmək üçün atanızla açıq bir ünsiyyət qurmağınız faydalı ola bilər. Unutmayın ki, hər yuxu fərqlidir və hər bir insanın özünə məxsus təfsiri var. Yuxunuzu ən yaxşı şəkildə anlayan şəxs özünüzdür. Dostlar, indi isə daha həssas bir mövzuya toxunacağıq. Yuxuda atanın öldüyünü görmək. Bu cür yuxular, insanın ən böyük qorxularından biri ilə üz-üzə qalması deməkdir və böyük bir kədərə səbəb ola bilər. Ancaq əmin olun ki, bu yuxu həqiqi bir ölümü deyil, əslində həyatınızda baş verən və ya baş verəcək olan böyük bir dəyişikliyi simvolizə edir. Yuxuda atanızın öldüyünü görmək, onun fiziki varlığının deyil, sizin üçün təmsil etdiyi dəyərlərin, inancların və ya həyat tərzini tərk etmək məcburiyyətində qaldığınızı göstərə bilər. Bu, sizin üçün çətin bir qərar və ya böyük bir dəyişiklik ola bilər. Ancaq bu dəyişikliyin sizin inkişafınız və yetkinləşməniz üçün zəruri olduğunu unutmayın. Bu yuxu həmçinin keçmişlə vidalaşma və yeni bir başlanğıc etmək anlamına da gələ bilər. Atanızın ölümü, həyatınızda yeni bir səhifə açmaq, köhnə bağlardan qopmaq və öz yolunuzu çizmək üçün bir fürsət ola bilər. Əgər yuxuda atanızın ölümünə kədərlənirsinizsə, bu onunla olan əlaqənizin güclü olduğunu və onu çox sevdiyinizi göstərir. Ancaq unutmayın ki, bu cür yuxular həyatın daim dəyişən bir dövr olduğunu və bizim də bu dəyişikliklərə uyğunlaşmağı öyrənməli olduğumuzu xatırladır. Chapter 4. İndi isə rolları dəyişək. Yuxuda özünüzü ata rolunda görmək nə məna daşıyır?
Bu yuxu, xüsusilə də hələ ata olmamış kişilər üçün olduqca maraqlı və düşündürücü ola bilər. Yuxuda ata olmaq, ümumiyyətlə yetkinləşmə, məsuliyyət və qayğı göstərmə ilə əlaqələndirilir. Bu yuxu həyatınızda yeni bir mərhələyə qədəm qoyduğunuzu və daha yetkin bir insan olmağa hazır olduğunuzu göstərə bilər. Əgər yuxuda özünüzü sevgi dolu və qayğıkeş bir ata kimi görürsünüzsə, bu sizin başqalarına qarşı şəfqətli və qoruyucu olduğunuzu göstərir. Bu yuxu həmçinin sizin öz ailənizi qurmaq və ya başqalarına yol göstərmək istədiyinizi də simvolizə edə bilər. Ancaq yuxuda özünüzü sərt və ya laqeyd bir ata kimi görürsünüzsə, bu sizin özünüzə qarşı çox tənqidi və ya tələbkar olduğunuzu göstərə bilər. Bu yuxu, həmçinin sizin məsuliyyətlərinizdən qaçmağa çalışdığınızı və ya yetkinləşməkdən qorxduğunuzu da simvolizə edə bilər. Unutmayın ki, yuxular sizin daxili dünyanızın bir əksidir və hər bir detalın özünə məxsus bir mənası ola bilər. Yuxunuzu ən yaxşı şəkildə anlayan şəxs özünüzdür. Chapter 5. Yuxularımızda bəzən hər iki valideynimizi birlikdə görürük. Bu, xüsusilə də artıq onlardan biri və ya hər ikisi də həyatda olmayanlar üçün duyğusal bir təcrübə ola bilər. Yuxuda ata və ananı birlikdə görmək ailə bağlarının gücünü, köklərinizi və keçmişinizlə olan əlaqənizi simvolizə edir. Bu yuxu, həmçinin sizin üçün ailənin nə qədər vacib olduğunu və onların dəstəyini nə qədər aradığınızı göstərə bilər. Ailənizlə olan münasibətlərinizdə həll edilməmiş problemlər varsa, bu yuxu sizi bu problemlərlə yüzləşməyə və onları həll etməyə təşviq edə bilər. Əgər valideynləriniz arasında mübahisə və ya gərginlik varsa, bu yuxu sizin daxili mübarizənizi və ya ailənizdəki gərginliyi əks etdirə bilər. Bu həmçinin sizin uşaqlıqdan gələn həll olunmamış problemləriniz və ya travmalarınızla da əlaqəli ola bilər. Yuxuda valideynlərinizin xoşbəxt və sevgi dolu olduğunu görmək sizin üçün böyük bir rahatlama və xoşbəxtlik hissi yarada bilər. Bu, sizin ailənizlə olan bağınızın güclü olduğunu və onların sevgisini və dəstəyini həmişə hiss etdiyinizi göstərir. Chapter 6. Və nəhayət ən narahat edici yuxulardan biri, yuxuda atanızın sizə əsəbi olması. Bu cür yuxular insanı dərindən sarsıda bilər və özünü günahkar hiss etməsinə səbəb ola bilər. Ancaq unutmayın ki, bu yuxu həqiqi həyatda atanızla olan münasibətinizin bir əksi olmaya bilər. Yuxuda atanızın sizə əsəbi olması, daha çox sizin özünüzü tənqid etdiyinizi, özünüzlə bağlı şübhələr yaşadığınızı və ya başqalarının gözləntilərini qarşılaya bilməməkdən qorxduğunuzu simvolizə edir. Bu yuxu həmçinin sizin həyatınızda etdiyiniz bəzi seçimlərdən və ya verdiyiniz qərarlardan əmin olmadığınızı və bu səbəbdən özünüzü günahkar hiss etdiyinizi göstərə bilər. Ola bilsin ki, bilinçaltınız sizə bu seçimlərinizin nəticələri ilə yüzləşməyə hazır olmadığınızı xatırladır. Əgər yuxuda atanızın əsəbi olduğunu görürsünüzsə, bu sizin özünüzlə olan diyaloğunuzu və özünüzə qarşı olan tənqidi düşüncələrinizi sorğulamağınız üçün bir fürsətdir. Özünüzü bağışlamağı, səhvlərinizdən dərs çıxarmağı və özünüzə qarşı daha şəfqətli olmağı öyrənin. Unutmayın ki, yuxular sizin daxili dünyanızın bir əksidir və hər bir detalın özünə məxsus bir mənası ola bilər. Yuxunuzu ən yaxşı şəkildə anlayan şəxs özünüzdür. Outro. Ümid edirəm ki, bu yuxu yozmaları sizə faydalı oldu. Unutmayın ki, yuxular hər zaman tam olaraq çözülə bilməyən sirlərlə doludur. Bu video sadəcə olaraq sizə bəzi ipuçları vermək və öz yuxularınızı daha yaxşı anlamanıza kömək etmək məqsədi daşıyır. Əgər yuxularınız sizi narahat edirsə və ya onların mənasını çözə bilmirsinizsə, bir mütəxəssisdən dəstək almaqdan çəkinməyin. Daha çox belə videolar üçün kanalımıza abunə olmağı unutmayın. Sağ olun və yuxularınız həmişə xoş olsun.